Təkallahlı dinə sitayiş edən qeyri-İbrahimi dinlər. Adətən biz təkallahlı din deyəndə İbrahimi dinləri nəzərdə tuturuq. Bunlar hansılardır? Yahudilik, xristianlıq və İslam. Və maraqlı bundan ibarətdir ki, qeyri-İbrahimi olan dinlər də var ki, bunlar təkallahlığa sitayiş edirlər. Bunları bir-bir sayaq. 1. Tanrıçılıq. Qədim türklərin dinidir. Bütün ruhların hökmdarı olan göy tanrıya sitayişi nəzərdə tutur ki, bu təkallahlıqdır və ruhlar da onun təcəllisindən ibarətdir. İkincisi, Sixlər. Hindistanda 15-ci əsrdə yaranmış olan bu din Nanaka adlı qurunun ətrafında yaranmışdır və bunlar Vahguru adlı hər şeydə təzəlli edən tanrıya sitayiş edirlər. Üçüncüsü, Zərdüştülük. Eradan əvvəl 7-ci əsrdə Məzdəizmdən ayrılan Zərdüştülük müqəddəs kitabı Avestadır. Hörmüz və Əhrimənə, Xeyral bəşər Allahlarına sitayişi nəzərdə tutsa da daha çox Hörmüzdün tərəfini saxlayır. İnsanların Hörmüzdün tərəfini saxlamasını üstün bilir. Samaritiyanlar, dördüncüsü. Samaritiyanlar Yahudiliyin ən qədim formasına sitayiş edirlər. Və qədim dinlərinin kitabları Tövrat olsa da, bunlar müasir Tövratı o qədər də yaxın qoymurlar. Daha qədim Tövrat formasına sitayiş edirlər və özlərinin əlavə müqəddəs kitabları var. Yaşadıkları yer isə daha çox İsrailin Xolon ərazisidir. Müqəddəs dağları isə Harizm dağı hesab olunur. Mandeylər. Bunlar 5-ci böyük dindilər və bunlar hazırda 12-14 min nəfər arasındadılar. Məntiqi Allaha, xristian gnostisizminə yaxın olan bir dindirlər. Bunlar daha çox İraqda, İsveçdə və Avstraliyada yaşayırlar. Tenrikö, 6-cı din budur. Bu Yaponlara aid olan bir dindir. Sintoizmin hazırda bir qol olmasına baxmayaraq, yaxşılıq Allahının sitayişi nəzərdə tutan bir dindir. Və ən nəhayət 7-cisi İkökö. Bu sintoizmin bir qoludur ki, müqəddəs varlığa sitayişi nəzərdə tutur və təkallahlığın bir forması olaraq da qəbul edilməkdə davam edilir.